Xoş gördük dəyərli izləyicilər. Aprel ayının sonlarını yaşayırıq və qarşıdan may ayı gəlir. Bəs görəsən yeni ayın ən şanslı, uğurlu bürcləri hansılar olacaq? Astroloqlar 4 bürcün daha çox müsbət yeniliklər əldə edəcəklərini proqnozlaşdırır. Onları sizə təqdim edək. Buğa, günəşin təsiri ilə parlayırsınız. Maddi imkanlar, yatırım qazancları və gözlənilməz iş fürsətlərinin gündəmə gələcəyi gözlənilir. Xərçəng, ailəvi huzur, yeni evə köçmə şansları və karyera baxımından irəliləyiş dönəmi yaşanacaq. Keçmişin ağır yükləri silinir. Tərəzi, ikitərəfli münasibətlərdə böyük şans əldə edəcəksiniz. Eşq həyatınızda yeni başlanğıclar və evlilik ön plana gələcək. Oğlaq, karyeranızda ciddi inkişaflar baş verəcək. Uğur qazanacaqsınız. İş baxımından yeni layihələrə imza atacaqsınız. Allah bütün bürcün nümayəndələrinə daim sağlıq, xoşbəxtlik, huzur bəxş etsin. Sağ olun.